Hamıya salam. Unreal Engine daxilində danışacağımız növbəti mövzu açıq dünya tipli open level xəritələr düzəltməyi öyrənəcəyik. Bugünkü dərsimizdə mühərrik daxilində istifadə olunan World Partition adlanan texnologiyanın işləmə prinsipini öyrənəcəyik sizlərlə. Bundan əlavə böyük ölçülü 8K ölçüdə olan heatmaplərdən istifadə edib öz landscape'imizi, yəni landşaftımızı düzəltməyi öyrənəcəyik və əlavə olaraq xüsusi hissələrə bölünmüş heatmaplərdən istifadə edərək nəhəng ölçülü xəritələri düzəltməyi öyrənəcək sizlərlə. İlkin öncə mühərrik daxilində World Partition texnologiyası haqqında sizlərə qısa bir məlumat verim. Ümumiyyətcə bildiyimiz kimi açıq tipli dünya xəritələri düzəldən zaman mütləq şəkildə xəritənin istədiyimiz hissələrini əvvəlcədən yükləyirik və bizə hal-hazırda lazım olmayan hissələri yüklənmədən kənarda saxlamalıyıq. Bunun nəticəsində oyun daxilində optimizasiyanı əldə etmiş oluruq. Əgər bu prosesi bu qaydada həyata keçirməsək, təbii ki, bütün xəritə eyni zamanda yüklənən zaman bizim proyektimizdə olduqca böyük problemlər olacaq. Məhz buna görə də Unreal Engine 5 mühərrikində World Partition adlanan xüsusi bir texnologiyadan istifadə olunur. Lakin Unreal Engine 4 mühərrikində də bu texnologiyaya bənzər World Composition adlı xüsusi bir texnologiyadan istifadə olunurdu. İşləmə prinsipi demək olar ki, eynilik təşkil edirdi. Lakin təbii ki, Unreal Engine 5 mühərrikində bu texnologiya daha da mükəmməl qaydada işləməyə davam edir. Mühərrik daxilində ilkin öncə açıq dünya tipli xəritələr ilə işləmək üçün yuxarı hissədə fayl bölümünə keçid edirik. Burada New Level bölümünə klik edirik və bu zaman qarşımıza 4 əsas seçim çıxır burada. İlkin gördüyümüz Open World adlı template'i burada seçdiyimiz zaman mühərrik bizə hazır bir şəkildə açıq dünya tipli xəritə burada təklif edir və təbii ki, burada açıq dünya tipli xəritələr ilə işləmək üçün avtomatik olaraq World Partition texnologiyası aktiv olur. Bunu biz buradan World Partition pəncərəsindən də görə bilərik. World Partition adlı pəncərəni aktivləşdirmək üçün mütləq şəkildə Windows bölümünə keçid edirik və burada World Partition adlı bölümdən World Partition Editor adlı bölümü aktivləşdiririk. Lakin burada digər bir məsələ bundan ibarətdir ki, fərz edək ki, siz öz proyektinizdə hər hansısa bir səhnə işləmisiniz və daha sonradan öz istəyiniz uyğun olaraq bu səhnəni açıq dünya tipli xəritə ilə dəyişmək istəyirsiniz. Məhz bu zaman bir çox istifadəçilər müəyyən problemlərlə üzləşir. Çünki xəritəni əvvəlcədən açıq dünya tipli xəritə olaraq qeyd etməmişiksə, burada bir neçə sadə əməliyyatları yerinə yetirməliyik. Bunun üçün nə edirik? Hal-hazırda bunun nümunəsini göstərəcəyəm sizə. Misal üçün fərz edək ki, hal-hazırda səhnədə gördüyümüz kimi belə bir səhnəmiz var və bu səhnəmiz hal-hazırda World Partition adlı pəncərədən də gördüyümüz kimi bizim səviyyəmiz üçün bu texnologiya aktiv deyil. Bu texnologiyanı öz xəritəmizə, daha doğrusu öz səhnəmizə tətbiq etmək üçün Tools bölümünə keçid edirik və ən aşağı hissədə yerləşən World Partition bölümündən Convert Level adlı bölümü burada seçirik və qarşımıza çıxan pəncərədə hal-hazırki səviyyəmizin xəritəsini buradan mütləq şəkildə seçməliyik. Bizim nümunəmizdə New Map olaraq hazırki xəritəmizi adlandırmışam. Xəritəmizi seçdikdən sonra Open düyməsinə klik edirik və qarşımıza çıxan bu kiçik pəncərədə bütün sazlamaları olduğu kimi susmaya görə saxlayırıq və OK düyməsinə klik edirik. Burada hal-hazırki səviyyənin açıq dünya tipli xəritəyə çevrilmə prosesi müəyyən bir vaxt alacaq. Təbii ki, xəritənin böyüklüyündən asılı olaraq. Bu əməliyyatı yerinə yetirdikdən sonra hazırda gördüyümüz kimi World Partition adlı pəncərədə artıq bizim bütün dünyamız açıq dünya tipli xəritə kimi tanınmağa başlayır. Nümunə üçün burada bir ədəd landscape düzəldəcəyəm və yeni düzəldəcəyimiz landşaftımıza nisbətən böyük ölçü burada tətbiq edəcəyəm. Misal üçün Section Size bölümünü 127-nin 127 olaraq burada təyin edirəm. Daha sonra alt segmenti burada 2-nin 2 olaraq təyin edirəm və təbii ki, bu prosesləri bu qaydada həyata keçirdiyimiz zaman bizim landşaftımızın ölçüsü böyüməyə başlayacaq və digər bölümləri hal-hazırda olduğu kimi saxlayıram və Create düyməsinə klik edirəm və daha sonra Selection bölümə yenidən keçid edirəm. Hal-hazırda səhnədən də gördüyümüz kimi təyin etdiyimiz ölçülərə görə yeni bir ədəd landşaft burada düzəltmiş olduq. Daha sonra yeni düzəltdiyimiz xəritədə World Partition adlı texnologiyanın işləmə prinsipini praktiki olaraq görmək üçün World Setting bölümünə keçid edirik. Burada World Partition Setup adlı bölümə keçid etməliyik. Daha sonra Runtime Settings adlı bölüm daxilindən Grids adlı bölümü seçirik və burada Index adlı parametrimizi
açırıq. Burada gördüyümüz Preview Grid adlı bölümü aktivləşdiririk və daha sonra hal-hazırda landşaftımızın mərkəz hissəsinə keçmiş olsaq, burada gördüyümüz kimi müəyyən bir radiusda bizim təyin etdiyimiz landşaftımızın seksiyaları digər seksiyalardan fərqli olaraq daha açıq rənglərə boyanmağa başlayacaq. Bu isə ondan xəbər verir ki, bizim hal-hazırda landşaft üzərində gördüyümüz daha açıq rəngli seksiyalarımız əvvəlcədən yüklənəcək seksiyalar sayılacaq. Daha tünd rəngdə gördüyümüz, yəni burada gördüyümüz seksiyalarımız isə əvvəlcədən yüklənilməyəcək seksiyalarımız burada sayılacaq. Məhz burada Cell Size və Loading Range adlı iki parametrin köməyi ilə burada əvvəlcədən yükləyə biləcəyimiz seksiya sayını və radiusunu burada təyin edib istifadə edə bilərik. Misal üçün səhnədə hazırki nümunəyə fikir versək, mən burada Cell Size bölümünü artırıb azaltdığım zaman bizim səhnədə gördüyümüz seksiyalarımızın ölçüsü mənim təyin etdiyim Cell Size ölçüsünə uyğun olaraq adaptasiya olunmağa başlayır və analoji olaraq Loading Range adlı parametri artırıb azaltdığımız zaman bizim əvvəlcədən xəritədə yükləyəcəyimiz hissələri burada müəyyən bir radiusda təyin edə bilirik. Hal-hazırda səhnədə bunun nümunəsini görürük. Misal üçün belə bir radiusu əvvəlcədən təyin edirəm və daha sonra landşaftımızın 4 müxtəlif istiqamətində böyük obyektlər yerləşdirəcəyəm. Bunun üçün adi kublardan istifadə edirəm. Hazırda səhnədə nümunədən də gördüyümüz kimi landşaftımızın 4 müxtəlif hissəsində böyük kublar yerləşdirmişəm və player startımızı landşaftımızın mərkəz hissəsinə doğru yerləşdirirəm bu şəkildə. Personajımızın klass redaktoruna daxil oluruq. Nümunə üçün Character Movement adlı komponentimizdə personajımızın qaçış sürətini böyük rəqəmlər təyin edirəm. Alınan nəticələri compile edirik və yenidən oyuna başlayırıq. Hazırda gördüyümüz kimi həmin kubları biz görmürük. Lakin istənilən istiqamətə doğru personajımız qaçmağa başlayır və müəyyən bir məsafəni qət etdikdən sonra hazırda səhnədə də nümunədən gördüyümüz kimi həmin kubları görə bilirik və eyni şəkildə digər istiqamətlərə doğru personajımız qaçan zaman hazırda bu kubu burada görmüş oluruq. Yəni buradan da biz belə başa düşürük ki, biz burada World Partition adlı texnologiyadan istifadə edən zaman bizim açıq dünya tipli xəritələrimizdə landşaftımızın bütün hissələri eyni zamanda yüklənmir. Yalnız və yalnız bizim təyin etdiyimiz radiusda landşaftımızın müvafiq seksiyaları əvvəlcədən yüklənməyə başlayır və bizim personajımız müəyyən məsafələri qət etdikdən sonra landşaftımızın müvafiq seksiyaları yüklənməyə başlayacaq və bununla da daha öncə sizlərə dediyim kimi xəritədə artıq yüklənmənin tamamilə qarşısını biz burada ala bilirik. İndi isə gəlin mühərrik daxilində böyük ölçülü, daha doğrusu 8K ölçüyə malik heatmaplərdən istifadə edib öz landşaftımızı necə düzəldəcəyimizi öyrənək. Bunun üçün yenidən burada Landscape bölümünə keçid edirik. Daha sonra Manage bölümündən Import bölümünə keçid edirik və burada Heatmap adlı bölümü aktivləşdiririk. Daha sonra burada gördüyümüz 3 nöqtəyə klik edirik və öz kompüterumuzdan əvvəlcədən yüklədiyimiz uyğun heatmap'i buraya import etməliyik. Heatmaplər isə bildiyimiz kimi ağ və qara rənglərdən ibarət xüsusi teksturalardır. Hansı ki burada ağ rənglər daha hündür hissələri, qara rənglər isə müvafiq olaraq daha alçaq hissələri bildirir. Və hal-hazırda bugünkü dərsimizdə istifadə edəcəyimiz heatmapləri və digər faylları videonun açıqlama qismində sizlər üçün bərkidəcəyəm. Heatmap'imizi bu qaydada əvvəlcədən seçirik və Open düyməsinə klik edirik. Daha sonra qarşımıza belə bir kiçik pəncərə çıxır. Hansı ki burada bizim hal-hazırda import etdiyimiz heatmap'imizin hissələrə malik olan heatmap olduğunu və yaxud da tam şəkildə bütöv bir heatmap olduğunu bizdən soruşur. Təbii ki bizim nümunədə hissəli heatmap'dən hal-hazırda istifadə etmirik. Buna görə də burada No adlı düyməyə klik edirik və daha sonra burada gördüyümüz Import adlı düyməyə klik edirik və yenidən Selection adlı bölümə keçid edirik. Burada əvvəlcədən xəritəmizi görməyə bilərik. Bunun üçün burada Exponential Heatfog adlanan komponentimizi seçirik və daha sonra Z oxu üzrə bu şəkildə
nisbətən headphone-umuzu aşağı salırıq və hal-hazırda da səhnədən gördüyümüz kimi artıq bizim buraya əlavə etdiyimiz 8K ölçüyə malik olan landşafımız istifadə üçün tamamilə hazır olur və bu landşaf üzərində də daha öncə sizə göstərdiyim kimi Word Partition texnologiyasından istifadə edə bilərik və bu xəritə də hal-hazırda gördüyümüz kimi kifayət qədər böyük bir xəritə sayılır. Və son olaraq mühərrik daxilində nəhəng ölçüyə malik, yəni 16-nın 16-ya ölçüyə malik nəhəng bir ölçüdə açıq dünya tipli xəritənin necə düzəldə biləcəyimizi sizlərlə öyrənəcəyik. Bunun üçün təbii ki, hissəli heatmaplərdən istifadə edəcəyik və bu faylları da daha öncə dediyim kimi videonun açıqlama qismində sizlər üçün bərkidəcəyəm. Bunun üçün yenidən bir ədəd fayl bölümündən yeni bir xəritə düzəldirəm. Burada Basic adlı xəritəmizi seçirəm və Create düyməsinə klik edirəm və müvafiq olaraq bu xəritəmiz üçün Word Partition texnologiyasını aktivləşdirdikdən sonra Landscape bölümünə keçid edirik və burada Import from File adlı bölümü seçirik. Daha sonra burada yenidən 3 nöqtə düyməsinə klik edirik və burada qarşımıza çıxan pəncərədə istədiyimiz ölçüdə olan bu hissəli heatmapləri seçib istifadə edə bilərik. Mənim nümunəmdə dediyim kimi nəhəng bir ölçüyə malik, yəni 16-nın 16-ya ölçüdə olan nəhəng bir açıq dünya tipli xəritədən istifadə edəcəyəm və bu faylları dediyim kimi videonun açıqlama qismindən yükləyə bilərsiniz. Burada ilkin öncə gördüyümüz ilk faylı burada seçirik və daha sonra Open düyməsinə klik edirik və bu zaman qarşımıza çıxan pəncərədə artıq biz Yes düyməsinə klik edirik. Növbəti olaraq burada gördüyümüz bu parametri aktivləşdiririk və bunun nəticəsində Y oxuna görə flip effektini burada aktivləşdirmiş oluruq. Yəni bununla xəritə üzərində müəyyən bir xoşagəlməz görüntülərin qarşısını alacağıq sizlərlə. Daha sonra burada Heatmap Resolution bölümündə gördüyümüz kimi bizim xəritəmiz olduqca böyük bir nəhəng bir ölçüyə malikdir. Bütün bu prosesi bu qaydada təkrarladıqdan sonra burada Import düyməsinə klik edirik. Bu əməliyyatı icra etdikdən sonra Selection bölümü yenidən keçid edirik. Bu bölümə keçid etdikdən sonra hal-hazırda öz xəritəmizi burada görmürük. Bu məsələni həll etmək üçün Word Partition adlı pəncərədə bu gördüyümüz ərazini bu şəkildə mouse'un köməyi ilə seçirik. Daha sonra mouse ilə sağ klik edirik və daha sonra burada gördüyümüz Load Selected Regions adlı bölümü seçirik. Səhnədən də gördüyümüz kimi bizim əlavə etdiyimiz nəhəng ölçülü xəritəmiz hal-hazırda görünməyə başlayır və Heatmap adlı komponentimizi nisbətən bu şəkildə aşağı saldığımız zaman artıq biz öz xəritəmizi burada sizlərlə görə bilirik. Olduqca nəhəng və böyük bir xəritədir hal-hazırda gördüyümüz. Yəni mühərrik daxilində açıq dünya tipli xəritələr hal-hazırda sizə göstərdiyim qaydada hazırlanır. Müqayisə üçün burada Player Start adlı komponentimizi seçirəm və xəritənin müəyyən bir hissəsinə bu şəkildə yerləşdirirəm və daha sonra oyuna başlayırıq və hal-hazırda səhnədən də gördüyümüz kimi bizim xəritəmiz olduqca nəhəng bir ölçüyə malikdir. Lakin hal-hazırda səhnədə xəritəmizi tam ölçüdə görməməyimizin əsas səbəbi burada Word Partition adlı parametrləri daha öncə sizlərlə tənzimləməyimizdir. Əgər təbii ki, buradakı dəyərləri sizlərlə bu şəkildə tənzimləmiş olsaq, bu zaman oyuna başladığımız zaman daha böyük əraziləri bu şəkildə sizlərlə görmüş olacağıq. Bununla da mühərrik daxilində açıq dünya tipli xəritələrin necə hazırlaya biləcəyimizi sizlərlə öyrənmiş olduq. Ümumiyyətcə bugünkü dərsimizdə açıq dünya tipli xəritələrlə işləməkdən əlavə 8K ölçüyə malik olan teksturalardan mühərrik daxilində öz landşafımızı necə düzəldə biləcəyimizi və əlavə olaraq hissəli heatmapləri mühərrik daxilində hazırda gördüyümüz kimi nəhəng bir landşafa necə çevirə biləcəyimizi sizlərlə öyrənmiş olduq və əlavə olaraq Word Partition texnologiyası haqqında sizlərə ətraflı bu dərsimizdə məlumat verdim. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.